Körpələrdə qulaq ağrısı özünü necə büruzə verir? Bunu evdə anlamağın yolları hansılardır? Bu mövzuda danışmaq istəyirəm. Əgər uşağınızda, körpənizdə iştah azalması varsa, səbəbsiz yerə ağlama, narahatlıq varsa, gecələr tez-tez oyanırsa, butulka və əmmədə çətinlik çəkirsə və bu zaman ağlayırsa, qızdırması varsa, iştah azalması varsa, eşitmədə və yaxud da səsə reaksiyası zəifləyibsə və qulağından hər hansı bir maye, irinli axıntı varsa, bu sizin körpənizdə qulaq ağrısını göstərir. Bəzən analar bizə belə müraciət edir ki, uşağım tez-tez qulağını ovuşdurur. Bəli, bu bəzən qulaq ağrısının göstəricisi ola bilər. Amma körpələrdə diş çıxarma dövründə də və bəzən də uşaqlar, körpələr özlərini sakitləşdirəndə də qulaqlarını ovuşdura bilər. Əgər körpənizdə bu əlamətlər varsa, mütləq şəkildə həkimə müraciət edin.